Salam əziz dostlar. Bugün biz sizinlə Azərbaycan dramaturgiyasının demək olar ki zirvələrindən biri olan Cəfər Cabbarlının Oqtaylıoğlu faciəsinin dərinliklərinə enəcəyik. Amma bu sadəcə bir məzmun təhlili olmayacaq. Yox, biz hər bir obrazın daxili dünyasına səyahət edəcəyik. Onların toqquşmalarını, faciənin əsl səbəblərini bir-bir araşdıracağıq. Bəs bu təhlildə bizi nə gözləyir? Gəlin yol xəritəmizə bir nəzər salaq. Biz Oqtayın hekayəsini 4 əsas mərhələdə izləyəcəyik. Onun bir idealist kimi fədakar mübarizəsindən başlayacağıq, sonra ideallarının necə darmadağan olduğundan danışacağıq və sonda onun necə səfillər padşahına çevrildiyini görəcəyik. Yəni addım-addım bu faciəvi yolu bir yerdə gedəcəyik. Elə isə, başlayaq. İlk pərdə açılır və biz Oqtayı birbaşa mübarizəsinin mərkəzində görürük. Amma bu sadəcə bir tamaşa hazırlığı deyil. Yox, bu bir idealistin cəhalətlə, laqeydliklə dolu bir mühitə qarşı demək olar ki, tək başında apardığı bir savaşıdır. Təsəvvür edin o səhnə arxasındakı vəziyyəti. Tam bir xaosdur. Rejissor Tabasaranski sarxoşdur, yatıb. Aktyorların biri iftar açmağa gedib, o biri qumar oynayır. Heç kimin vecinə deyil. Məkanın kirayə pulu ödənilməyib, hətta dekorasiyaları sökürlər. Və bu xaosun ortasında Oqtay nə edir? Son dəyərli əşyasını, nişan üzüyünü girov qoyur ki, tamaşa baş tutsun. Yəni o tək başına həm rejissordur, həm təşkilatçıdır, həm fəhlədir, həm də bütün bu insanların vicdanı olmağa çalışır. Bax bu sözlər. Bu, sadəcə bir monoloq deyil. Bu, Oqtayın manifestidir. Onun sarsılmaz iradəsinin, missiyasının təcəssümüdür. O, sadəcə bir tamaşa yaratmaq istəmir. O, yoxdan bir var, yəni sıfırdan bir milli mədəniyyət, bir teatr yaratmaq istəyir. Və anlayır ki, bu yolda təkdir. Bütün o uçurumları, o dağları tək başına aşmalı olacaq. Bu, əsl fədakarlıqdır. Amma Oqtayın bu fədakarlığı onu həyatın başqa bir sınağı ilə, bir yol ayrıcı ilə üz-üzə qoyur. İndi onun qarşısında iki tamamilə fərqli dünya, iki fərqli seçim var. Bir tərəfdə cəmiyyətin təklif etdiyi o rahat, pullu həyat, digər tərəfdə isə idealları uğrunda apardığı o çətin, əzablı mübarizə. Bax, bu təklifi onun praqmatik dostu Səməd bəy edir. O, Oqtaya cəmiyyətdə qəbul olunmağın formulunu göstərir. Qubernatorun yanında tərcüməçi işlə, ayda sabit maaşını al, kənardan da rüşvətlə 7-800 manat qazan. Bir sözlə, Səməd bəy üçün normal həyat budur. Onun dünya görüşü tamamilə maddiyyat, pul və hörmət üzərində qurulub. Və bu slaydda əsərin əsas fəlsəfi toqquşmasını görürük. Bir tərəfdə Səməd bəyin mən mərkəzli dünyası var, yəni fərdi rahatlıq, gəlir. Digər tərəfdə isə Oqtayın xalq mərkəzli dünyası. Oqtay özü deyir axı, ya mən olmalıyam, mənim üçün xalq olmamalıdır, ya o olmalıdır, mən olmamalıyam. Və o tərəddüdsüz ikinci yolu seçir, özünü xalqın oğlu, yəni eloğlu elan edir. Və tam bu mübarizənin ortasında Oqtayın həyatına tamamilə fərqli bir ümid, bir işıq daxil olur. Firəngiz. Firəngiz kimdir? O, teatra gələn ilk Azərbaycanlı qızlardan biridir. Amma Oqtay üçün o sadəcə sevdiyi qız deyil. Yox, o həm də oyanan xalqın, gələcəyin, Oqtayın yaratmaq istədiyi o yeni, saf mədəniyyətin canlı bir simvoludur. Firəngizin sevgisi Oqtaya mübarizə üçün sanki yeni bir nəfəs verir. Və beləcə gəlib çatırıq hekayənin dönüş nöqtəsinə. Oqtayın həm sənətdə, həm də sevgidəki bütün ideallarının darmadağın olduğu o anlara. Bu, faciənin kulminasiyasıdır, qəhrəmanın sındığı, məhv olduğu andır. Bəli, əsərin mərkəzində dayanan əsas sual da budur. Belə saf, pak bir ideal, cəmiyyətin o soyuq reallıqları ilə, yəni pulun, mənsəbin, saxtakarlığın hökm sürdüyü bir dünya ilə toqquşanda nə baş verir? Görəsən, Oqtayın bütün varlığı ilə inandığı o dəyərlər bu ağır sınaqdan çıxa biləcəkmi? Və bu toqquşma Firəngizin ailəsi şəklində gəlir. Ailə isə amansız bir səhnə qurur. Bir tərəfdə köhnə düşüncəli, mühafizəkar ata Hacı Zaman, onun üçün teatr oyunbazxanadır, aktyorlar isə namussuz. Digər tərəfdə isə daha təhlükəli bir fiqur var, qardaş Aslan bəy. O, saxta bir ziyalıdır və onun üçün ən vacib olan cəmiyyətdəki statusu, imicidir. Bax, bu iki güc birləşir və Firəngizi həyatının ən dəhşətli rolunu oynamağa məcbur edir. Və budur,
faciənin zirvə nöqtəsi. Firəngiz ailəsinin yazdığı ssenarini oynayır və bu sözlərlə Oktayın ruhunu sadəcə məhv edir. Düşünün, Oktayın bütün həyatını həsr etdiyi sənət indi onun sevgisini məhv etmək üçün bir silaha çevrilir. Ən böyük ümidi ən dərin yarasına dönür. Həqiqi sevgi bir teatr tamaşasına, səmimiyyət isə soyuq bir oyuna çevrilir. Bu, xəyanət anıdır. Qardaşı Aslan bəyin təzyiqi altında əzilən Firəngiz, Oktaya olan bütün səmimi hisslərini, yazdığı məktubları danır. Sevgisini adicə bir sənətkar heyranlığı kimi qələmə verir. Bu sözlər Oktayın təkcə qəlbini yox, bütün dünyasını parça-parça edir. Amma təhqir bununla bitmir. Son hədd olaraq Aslan bəy Oktaya pul təklif edir. Bu sadəcə rədd edilmək deyil. Bu, Oktayın saf sevgisinin bütün varlığının alçaldılmasıdır. Onun ən müqəddəs hissi pulla alınıb satıla biləcək, əhəmiyyətsiz bir şey səviyyəsinə endirilir. Aslan bəy üçün bu, ailənin şərəfini qorumaq üçün həll edilməli bir problemdir sadəcə. Amma Oktay üçün bu, bütün dünyasının sonudur. Oktay, o pulları Aslanın üzünə çırpır və yeni, dəhşətli bir missiya elan edir. Bu, başqalarına qarşı yox, bir zamanlar müqəddəs saydığı hər şeyə qarşı bir müharibədir. O, yaratmaqdan imtina edir və dağıtmağı seçir. Amma dağıtdığı dünya öz daxili aləmidir. Baxın, məsələnin ən vacib tərəfi budur. Oktayın dünyası başına yıxılır. Niyə? Çünki dediyimiz kimi Firəngiz onun üçün sadəcə bir qız değildi. O, xalqın oyanışının, gələcəyə olan ümidin simvoluydu. Firəngizin bu sözləri ilə Oktayın gözündə təkcə bir sevgi ölmür, bütöv bir ideal, bütöv bir xalqın gələcəyi ölür. Və Oktay burada öz faciəsinin əsl səbəbkarını görür. Pulu və pulu təmsil edən Aslan bəy kimilərini. Yəni, sevgini, sənəti, ümumiyyətlə, bütün mənəvi dəyərləri alıb satan bir əşyaya çevirən o saxta ziyalı təbəqəsini. Aslan bəyin ona atdığı o pul Oktay üçün son təhqirdir. O da bütün nifrətini, qəzəbini o pula və onun sahibinə yönəldir. Bu xəyanətdən sonra, indi gəlin zamanda 10 il irəli gedək və görək Oktaydan geriyə nə qalıb. Artıq o parlaq, idealist gənc yoxdur. Onun yerində həyata, insanlara, hətta özünə belə inamını tamamilə itirmiş, sınmış bir adam var. Bu 10 il necə keçib? Aslan bəyin evindəki hadisədən sonra qubernatoru təhqir etdiyi üçün onu sürgünə göndərirlər. Amma o, orada da dinc durmur. Mübarizəsini davam etdirir, hökumət əleyhinə fəaliyyət göstərir və bu dəfə də Sibirə yollanır. İnqilabdan sonra azadlığa çıxır, ona yüksək vəzifə təklif edirlər, amma imtina edir. Çünki o, artıq cəmiyyətin heç bir quruluşuna, heç bir vədinə inanmır. Bu müqayisə Oktayın keçirdiyi o dəhşətli transformasiyanı çox aydın göstərir. Əvvəllər yoxdan bir səhnə quran, yaradan Oktay, indi hər şeyi, hətta özünü belə dağıdan bir adama çevrilib. Bir vaxtlar fəxrlə daşıdığı Eloğlu ləqəbi artıq onun üçün bütün mənasını itirib. O, indi səfirlər padşahıdır. O, artıq cəmiyyəti düzəltməyə çalışmır. Əksinə, ondan qaçır. İnanır ki, həqiqət ancaq cəmiyyətin dibindəki səfirlər arasındadır, çünki onlarda yalançı bəzək, saxtakarlıq yoxdur. Ayıq olmaq onun üçün yalanlarla dolu dünyaya baxmaq deməkdir. Və o, bu ağrıya dözə bilmədiyi üçün sərxoşluğa, meyxanaya sığınır. Oktayın artıq yeni bir fəlsəfəsi var. O, gözəlliyə yox, çirkin də olsa çılpaq həqiqətə inanır. Meyxanadakı o bəzəkli divar kağızını cırır ki, altındakı çirkin, amma həqiqi daş görünsün. Və yeni bir qanun qəbul edir. Ala bilmədiyin sənin deyil, ala bildiyin mənimdir. Bu, güclünün haqlı olduğu amansız bir dünya nizamıdır. Və bu onun son bəyanatıdır. Amma bu intiqam kimdənsə deyil, bunu anlamaq çox vacibdir. Onun intiqamı Aslan bəydən və ya Firəngizdən deyil. Onun intiqamı özündən, öz o saf ideallarından bir vaxtlar inandığı hər şeydəndir. Özünü məhv etməklə o əslində onu bu hala salan o yalançı cəmiyyətin yaratdığı idealı məhv edir. Bu, özünə və bütün dünyaya qarşı bir üsyandır. Və biz bu təhlili bir sualla bitiririk. Bəs Oktayın taleyində günahkar kim idi? Onun özünün sarsılmaz, lakin bəlkə də həddindən artıq kövrək olan idealizmi? Yoxsa onu anlamayan, ideallarını pula satan və sonda onu məhv edən o cəmiyyət? Bu sualın bir mənalı cavabı yoxdur və elə əsərin böyüklüyü də məhz bundadır. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun.